Hər il oktyabrın 1-i prokurorluq əməkdaşları öz bayramlarını qeyd edirlər. Tarixi zərurətdən doğan bu gün ümumilli lider Heydər Əliyevin sərəncamına əsasən 1998-ci ildən etibarən geniş şəkildə qeyd olunur. Prokurorluq orqanları qanunla nəzərdə tutulan qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, cinayət işləri başladır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, iddia qaldırır, həmçinin məhkəmə qərarlarından protest verir. Prokurorluq işçilərinin əməyini əks etdirən filmdə çəkilib. Onun işi cəmiyyətimiz və dövlətimiz üçün önəmlidir. Biz də öz növbəmizdə prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edirik.